Salam hörmətli tamaşaçılar, Xəzər xəbərin bugün olan ilk buraxılışı ilə qarşınızdayıq. Studiyada Arzu Xəlilovadır. Prezident İlham Əliyev sosial şəbəkə hesablarında 31 mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı paylaşım edib. Birinci vitse-prezident Mehriban Əliyev 31 mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı paylaşım edib. Hazırda həmin paylaşımı təqdim edirik. Xarici İşlər Nazirliyi 31 mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, bugün radikal erməni qruplaşmaları tərəfindən ötən əsrdə dinc Azərbaycanlılara qarşı törədilmiş ən böyük soyqırımlardan biri olan minlərlə vətənimizin etnik və dini zəmində amansızlıqla qətlə yetirildiyi 1918-ci il mart soyqırımından 107 il ötür. Kütləvi qırğınlar nəticəsində təkcə Qubada xüsusi qəddarlıqla 16 mindən artıq insan qətlə yetirilib. 167 kənd məhv edilib. 10 minlərlə həmvətənimizin qətlə yetirildiyi bu qətliam zamanı Azərbaycanlılara aid olan mədəni, dini abidələr, məscid və qəbirstanlıqlara qarşı törədilən vəhşiliklər baş verənlərin etnik nifrət və dözümsüzlük cinayəti olmasının sübutudur. Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasından sonra hadisələrin tədqiqi, habelə dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə xüsusi təsisatların yaradılmasına 31 mart tarixinin ümumilli matəm günü kimi qeyd edilməsinə baxmayaraq, Cümhuriyyətin süqutu bu cinayətə siyasi hüquqi qiymətin verilməsinə mane olub. Müstəqilliyimizin bərpasından və Ulu Öndər Heydər Əliyevin ölkəmizdə hakimiyyətə qayıtmasından sonra 26 mart 1998-ci il tarixində imzalanmış Azərbaycanlıların soyqırımı haqqında fərmanla baş verənlərə siyasi qiymət verilib. Hazırki post-münaqişə dövründə bölgənin tarixinə düşən bu qanlı səhifələrin birdəfəlik çevrilməsi, dayanıqlı və dönməz sülhün bərqərar edilməsi üçün tarixi imkanların mövcudluğuna baxmayaraq, bugünədək baş verən bütün dəhşətlərin əsasında dayanan və Ermənistan Konstitusiyası daxil olmaqla bir sıra qanunvericilik aktlarında təsbit olunan ərazi iddialarının hələ də qalmaqda davam etməsi regionun sabit gələcəyi üçün ən böyük əngəl və narahatlıq mənbəyidir. Bu baxımdan Azərbaycan törədilən cinayətlərin günahkarlarının hüquqi məsuliyyətə cəlb edilməsi üçün milli və beynəlxalq səylərini davam etdirməklə yanaşı, bölgədə dayanıqlı sülhün qurulması üçün Ermənistanın ölkəmizə qarşı davam edən ərazi iddialarına son qoyulması tələbinə qəti və dönməzdir. Qərbi Azərbaycan icması 31 mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı bəyanat yayıb. Biz Ermənistan dövlətinin törətdiyi soyqırımı, etnik təmizləmə, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətlərinə görə məsuliyyətini etiraf etməyə və barışıq naminə zəruri addımları atmağa çağırırıq. Ermənistan oradan qovulmuş Azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yaratmalı və dağıtdığı Azərbaycan mədəni irsini bərpa etməlidir, deyə bəyanatda qeyd olunub. Azərbaycanlılara qarşı soyqırımı əsrlər ərzində aparılıb və əsas məqsədi Azərbaycanlıları bir etnik qrup kimi məhv edərək tarixi Azərbaycan ərazilərini ələ keçirmək olub. Azərbaycan xalqına qarşı soyqırımı aktları tarixi Azərbaycan torpaqlarının demək olar ki, bütün hissələrində törədilib. 1918-1920-ci illərdə Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Lənkəran, İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz, Sürməli və digər bölgələrdə müsəlman əhalisinə qarşı kütləvi qırğınlar törədilib və etnik təmizləmə həyata keçirilib. Ermənistan Azərbaycanlılara qarşı nifrət və ayrı seçkiliyi aşılayan siyasət və praktikasını dayandırmalı, insanlıq əleyhinə cinayət törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməli, onları şöhrətləndirməyə dərhal son verməli, Azərbaycanlılara qarşı cinayətlərdə iştirak etmiş hərbi və siyasi xadimlərə, terrorçulara qoyulmuş abidələri sökməli və aparılmış yer adları dəyişikliklərini ləğv etməlidir. Davam edirik. Dünən saat 21-25 radələrində Ermənistan Silahlı Qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Gerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan ordusunun mövqeləri üzərində yenidən kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimizin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdinin qarşısı alınıb. Bundan başqa martın 30-u saat 22:30-dan 31-i saat 04:35-ədək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Goruz, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan fasilələrlə atəşə tutub.
Mart ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Göytəpə Sərhəd Dəstəsinin xidməti ərazisində İran İslam Respublikasının pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb. Deməli, tədbirlər nəticəsində kiçik həcmli uçuş vasitəsi zərərsizləşdirilib. 460 qram narkotik vasitə marixuana ərazidən götürülüb. Faktla bağlı əməliyyat istintaq tədbirləri davam etdirilir. Ölkə ərazisində qaçaqmalçılıq yolu ilə narkotiklərin gətirilməsini və ayrı-ayrı ünvanlara yerləşdirilməsini təşkil edən transmilli mütəşəkkil cinayətkar dəstənin üzvləri olan İran vətəndaşlarına qarşı polis əməkdaşları əməliyyat keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə Yardımlı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə 26 yaşlı Hadi Fəsihi və 29 yaşlı Rıza Ətayı saxlanılıblar. Onlardan 36 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və metamfetamin aşkar olunub. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Dəstənin digər üzvlərinin və ölkə daxilində olan əlaqəli şəxslərin saxlanılması istiqamətində isə əməliyyatlar davam etdirilir. Son 10 gündə 3 körpə ölüb. Belə ki, Sabirabad rayon mərkəzi xəstəxanasından yeni doğulan 3 körpənin ölümü baş verib. Hadisələrlə bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, rayon mərkəzi xəstəxanasının doğum şöbəsində yeni doğulan 3 körpə ölümü son 10 gün ərzində qeydə alınıb. Gəncədə isə yeniyetmə dəm qazından zəhərlənib. Hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Dərhal yeniyetmə qıza yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə yeniyetmə qız yaşadığı evin hamam otağında zəhərlənib. Faktla bağlı araşdırma aparılır. Davam edir, hörmətli tamaşaçılar. İran raketləri hazırda qurğulara yüklənir və ABŞ tərəfindən eskalasiya halında buraxılmağa hazırdır. Bu barədə Tehran Times qəzeti yazıb. Məqalədə deyilir ki, Pandora qutusunun açılması ABŞ hökumətinə və onun müttəfiqlərinə baha başa gələcək. Qeyd edək ki, İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə misli görünməmiş bombardmana məruz qalacağını bildirən Amerika lideri deyib. Nüvə sazişində irəliləyiş olmasa, 2 həftədən sonra İrana qarşı 2-ci dərəcəli rüsumların tətbiqi ilə bağlı qərar qəbul edəcəm. Bundan sonra İranın ali rəhbəri Ayətullah Seyyid Əli Xameneyi ABŞ prezidenti Donald Trumpın ölkəsi ilə bağlı son çıxışına münasibətdə bildirib. Xameneyi qeyd edib ki, Donald Trump İranı bombalamaq hədəfinə əməl etsə, deməli, güclü zərbə ilə üzləşəcək. Onlar bizi hədələyirlər. Əgər onlar hər hansı bir pis niyyətlə hərəkət etməsələr, bu çox da mümkün deyil. Şübhəsiz ki, güclü və qarşılıqlı zərbə alacaqlar, deyə Xameneyi vurğulayıb. Rusiya Kiyevə silah göndərən ölkələrin Ukraynada sülhməramlı kimi fəaliyyətinə qarşıdır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru bildirib. Çox təəssüf ki, hətta son illərin tarixi də Avropalılara heç nə öyrətmir. Onlar bugün Kiyevi silahla təmin edən ölkələrin ordusunun Ukraynaya daxil olması ideyasının bizim üçün qəti şəkildə qəbul edilməz olduğu barədə xəbərdarlıqlara tamamilə qulaq asmırlar, deyə Xarici İşlər Nazirliyinin rəsmisi qeyd edib. Avropa ölkələrinin yüksək rütbəli hərbi məmurları Rusiya ilə hibrid münaqişə və ya hətta birbaşa döyüş formasında potensial qarşı durmaya hazırlaşır. Bu barədə Le Figaro qəzeti hərbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb. Adım açıqlanmayan fransız zabitinin sözlərinə görə ordu ən pis ssenariyə hazırlaşır. Nəşr iddia edir ki, oxşar atmosfer bütün Avropa ölkələrində hökm sürür. Burada hərbçilər müxtəlif hərbi ssenarilər hazırlayırlar, hesablayırlar. Nəşrin yazdığına görə nüvə eskalasiyası riskləri nəzərə alınmaqla Rusiya
ilə NATO arasında tam miqyaslı münaqişənin baş vermə ehtimalı aşağı səviyyədə qiymətləndirilir. Lakin eyni zamanda hərbçilər Avropa dövlətlərindən birinin ərazisində, eləcə də qitədən kənarda məhdud hərbi əməliyyatların və hibrid müharibəsinin aparılması imkanlarını da nəzərdən keçirir. Məqalədə Avropaya edilən bəzi hibrid hücumlar Rusiya ilə əlaqələndirilir. Nümunə kimi Rumuniyada keçirilən prezident seçkilərinin birinci turunda qərb-yönlü namizəd Yelena Laskoniya qalib gələn Kelen Gergeskunun qələbəsini göstərilər. Bu, ölkənin NATO ilə əməkdaşlıq perspektivləri ilə bağlı narahatlıqları artırıb. Fransa Silahlı Qüvvələrinin baş qərargahı hesab edir ki, Afrika sahil ölkələrində yaranmış vəziyyət Rumuniyada təkrarlana bilər. Belə ki, Afrika sahil ölkələri ilə Rusiya arasında əməkdaşlığın güclənməsi fonunda fransızlar hərbi kontingentini oradan çıxarmalı olublar. Saat əsas xəbərlərini təqdim ediyor hörmətli tamaşaçılar. Saat 18-də isə yenidən görüşəcəyik.